Sosial şəbəkələrdə Lənkəranda Kaspi Kids məktəbəqədər hazırlıq kursunda müəllimənin uşağa qarşı şiddət göstərməsi görüntüləri yayılıb. Uşağın valideynləri deyir ki, o evə gələndə başı qan idi və onu Arzu müəllimənin döydüyünü deyib. Mən özüm işdə idim. Mənə günorta radələrində evdən yığdılar ki, bəs uşaq başına xəsarət alıb. Getdim evə, gördüm ki, uşağın başından qan axıb, amma quruyub. Soruşdum, hadisə necə baş verib? Dedilər ki, müəlliməsi səs atıb ki, WhatsApp vasitəsilə ki, uşağın başına başqa bir uşaq karandaş vurub, bəs biz ona ilkin tibbi yardım göstərmişik. Nəsə getdim kursa, video görüntülərlə tanış oldum və müəllimə özümə boyun aldı ki, mən vurmuşam. Video görüntülərdə də mən gördüm ki, həqiqətən müəllimə ona qarşı onun su qabısı olub, plastik su qabı. Su qabı ilə 2 dəfə başına bilərəkdən zərbə endirib. Bəli, mənə təklif olundu ki, yəni uşağın ödədiyi bütün ödənişləri geri qaytaraq. Mən bundan razılaşmadım. Mən müdiriyyətə də dedim ki, qətiyyən mənə pul təklif olunmasın. Yəni ki, ümumiyyətlə rəqəmdən asılı deyil, mənə pul təklif olunmasın. Sonra şayiə yaydılar ki, güya ki, mənim övladım orada 10 ay pulsuz oxuyub və mən nəyinsə acığın çıxıram. Ümumiyyətlə, amma halbuki hadisədən bir gün sonra onlar mənim evimə pulla gəlmişdilər. Pul təklif edən mən onları razılaşmadım. Yəni pul söhbəti ümumiyyətcə olmayıb. Mənə təklif olunub, mən heç vaxt qəbul etməmişəm. Azyaşlının nənəsinin sözlərinə görə bu hal ilk dəfə deyil. Hər dəfə uşaq evə gələndə müəlliməsi tərəfindən döyüldüyünü deyir. Dəfələrlə uşaq gəlirdi evə belə yararsız vəziyyətdə. Deyirdi ki, məni Arzu müəllimə döy. Biz uşağa inanmırdı. Dəfələrlə müraciət edirdi müəlliməyə. Müəllimə deyirdi ki, yox, o savadlı uşaqdır, nadinc uşaqdır, olmaz. Uşaqlarla dəyir belə. Biz kameraları izləməyə getmək istəyirdi, bizi qoymurdular izləməyə. Axırıncı bu məlumatımız bu uşağın başı partlayan vaxtında bildik ki, deməli uşağı yararsız hala müəllimə salırmış. Kursun təsisçisi bildirir ki, həmin müəllimə artıq vəzifəsindən azad olunub. Son günlərdə belə yayımlanan videoyla bağlı məlumatımız var. Biz özümüz valideynə göstərdik videonu, o da çəkib paylaşdı. Çox təəssüflə bilirəm ki, belə bir hal baş verdi. Biz həmin gün, həmin dəqiqə müəlliməni işdən azad elədi. Lazımi tədbirlər görülür. Uşaq öz yanındakı uşağa su qabından başına vurub. Müəllimə də görüb ki, uşaq ağlayır. O da ona göstərmək istəyib ki, yəni uşaq ağlayır. Yəni sən də ona vur, qoy uşaq rahatlaşsın. Bilməyərəkdən uşağın da sənəmə başında yara olub. O butulka dəyib başına, həmin o yaraya qanlayıb. Məsələyə hüquqi qiymət verilməsi üçün valideynlər hüquq mühafizə orqanlarına müraciət ediblər. Hazırda məsələ ilə bağlı Lənkəran şəhər rayon polis şöbəsində